Onları götürüp emin deyip sindən devam edip oturuşlardan daha kötü yatışı vaxtdan barlıq doğanlarının, ədilərinin, əbi babalarının, Irak yemiş balalarının, nikahda olubda dünyadan biten xələr zülüklərinin, doğadan qarşılamamızlık vəsət etken dostlarının, tanışlarının, yakınlarının, köşülərinin, barçalarının qarıqlarına da vay geliştiriklarını şad qılsam idi, qalarını bizlərdən riza qılsam idi. Ya Rabbim bir üzünlə rizalığına bitməyən xətaniyətlərimizin, şu şəzətləqəmə rizaqlarını, şüqlərimizin sırqa hürmətlərinə, mərfəq bilməkdir, o rəxamətin darıqına da vay edib, bizlərdən güləq geliştiriklarını şad qılsam idi, qəbirlərini iman nuruyla, İslam nuruyla, Qur'an nuruyla nurlandırsam idi, dünyada yavrulaşıp, sataşıp, bəlləşirib, qəqılan günahların yolunu qasam idi, qalvan izgiliklərini arttırsam idi, xətaniyətlərimizdən asirat qübürlərini işgəndəcəkdə kişi damıqlarından pərdə, Cənnətdə əklülərine sələfçi qılsam idi. Ya Rabbim, qaysalarımızda yaşam nasip etsən, İslam dünyalarında özünün kuşqanlarının, müddət divanlarından qeyrət yaşaylarını nasip qıl. Ya Rabbim, qanqatanət əxmətinə ilk günlərimizə, canlarımızға, ailələrimizə tanışlıq, dənlərimizə sələmətlik, məmrət gözlərimizə nur, varıq gözlərimizə nur verib, özümüzün, balalarımızın, anıqlarımızın, hidəkçilərimizin, Ömürlərine tevhid, hidayet verip eşit yapan dünyalarımızın İslam dünyası kılsam idi. Üzerinden kuşkanların, müddət, yalanlarından teylik yaşam nasip kılsam idi. Mənası tevhid, sızıqda yakan bendelerinin ömürlerine tevhid, hidayet nuru, iman nuru, İslam nuru, Qur'an nuru salıp, doğru yıllarına mescid medrese yıllarını göstersen idi. İlənməyən ki, yaşatmağın yiğitlərimizə, qızlarımıza hayırlı bendeler nasip kalıp, mağdur aileler kururlar. Peygamberimizin ümmeti dinimizin kuvvet ve şifalar üstlerine nasip olsam idi. Ya Rabbim şu kilgen yana kışlarını, kilgen yana yıllarını hayırlı kışlardan, hayırlı yıllardan kılıp, biz bendelerinin bilip hepimlik olan günahların vakı kılıp,